Allah kimisə sevsə, ona hədiyyə vermək istəyirsə, Hüseyn məhəbbətini qəlbinə atar və onun ziyarətini sevməyə başlayar. Əslində, bu özü bir dənə Allahla ünsiyyətin vasitələrindən biri. Hərdən görürük ki, hərdən düşünürük, görürsən Allahla məişət necədir? Qəlbə diqqət elə, sövünürsə necədir? Ünsiyyətin açarı qəlbdə. Bax gör qəlbində Allah vəlisinə eşq var, məhəbbət var. Bil ki, Allah sənə ünsiyyət qurur artıq. Hərdən olur, bir görürsən, adam oturduğu yerdə bu an istəyir Kərbalada olsun. Bilmirsən nə hissdir, hardan gəldi. Amma biz bunu bilirik ki, nəticə səbəbsiz deyil. Nəticə varsa mütləq səbəb var. Qəlbində sevgi varsa, sevgini yaradan səbəb var. Bəzən insanın qəlbində Həzrəti Zəhraya qarşı xüsusi məhəbbət yaranır, ya artır. Birdən-birə görürsən, oturduğun bir yerdə, birdən-birə kimsə bir yadıma salır o şəxsiyyəti. Gözün dolur, için ağlayır. Baba izah da eləmirsən bəzən bəzi mövzuları insanlara da, ətrafında olanlar.